Çin qızılgülündə bit varsa, nə etməli olduğunuzu adım-adım göstərirəm. Ümumiyyətlə, Çin qızılgülündə bitlər bitkinin şirəsi ilə qidalanır, bitkini zəiflədir, məhv edə bilirlər. Əgər bitlər çoxdursa, nə çox soyuq, nə də çox isti olmayan su ilə bitkini yuyuruq. Bu üsulla bitlərin təxminən yarısını, yəni 50-70%-ni bitki üzərindən uzaqlaşdırmış oluruq. Su ilə yuduqdan sonra bitkini 20 dəqiqə qurumağa qoyuruq. İndi isə Çin qızılgülünü bitkilərdən kənara, yəni başqa yerə müalicə üçün yerləşdiririk. Buna səbəb bitlər digər bitkilərə keçməsin. Qısaca desək, karantinə salıram. Bir çay qaşığı qabı yanmayadan götürürük. 1 litr suya əlavə edib yaxşıca qarışdırırıq. Bitkilərin yarpağının üst hissəsinə, alt hissəsinə, hətta müəyyən dərəcədə çox yox, torpağın üst hissəsinə də sprey ilə çiləmə edə bilərsiniz. Çin qızılgüldə bitlərə qarşı mübarizədən 10 gün keçir. Cəmi bir dəfə yudum və bitlərə qarşı dərman istifadə etdim. Heç bir bit yoxdur. Bitlərə qarşı mübarizədən 28 gün keçir. Çin qızılgülünün vəziyyəti çox normaldır, yaxşıdır. Və əlavə olaraq burada yuxarı hissədə sizə sarımsaqlı reseptlə qeyd edirəm. Ev şəraitində ehtiyac olsa bu reseptdən də istifadə edə bilərsiniz. Hörmətlər.